Əziz dostlar, insani dəyərlərin milliyyəti yoxdur. Adından da bəllidir ki, bu dəyərlər insanidir, hansısa bir millətə aid deyil. Yaxşı işlər öz-özlüyündə yaxşıdır. Ha belə, pis işlər də öz-özlüyündə pisdir. Kimliyindən asılı olmayaraq yaxşı iş görülsə, həmin iş yaxşı işdir. Və kimliyindən asılı olmayaraq pis bir iş görülsə, o iş pis işdir. Yaxşı iş məkana baxmır, zamana baxmır, milliyyətə baxmır, irqə baxmır, həmçinin pis işdə. Misal üçün, düz danışmaq, sədaqətli olmaq, verdiyimiz sözə əməl etmək, xeyirxahlıq, mərhəmət, bunlar hamısı yaxşı işlərdir. Və bütün dünyada olan insanlar tərəfindən bu işlər yaxşı iş kimi qəbul olunur. Həmçinin zülm etmək, fiziki zorakılıq göstərmək, xəyanət etmək, başqalarının qədrini bilməmək, bunlar da pis işlərdir. Bütün dünya insanları tərəfindən məzəmmət olunur, pislənilir, pis iş kimi tanınır. Fitrəti və əqli sağlam olan insanlar qeyd etdiyimiz yaxşı işləri yaxşı iş kimi qəbul edir, pis işləri də pis iş kimi. Başqa bir misal, elmin milliyyəti yoxdur. Yəni, öz elmi ilə insanlığa fayda verən şəxslərin dəyəri vardır. Bütün insanlara aiddir bu şəxslər. Bu gün biz görürük ki, Nobel mükafatı təsis olunub və elmi sahədə çalışan şəxslərə, insanlığa töhfə verən şəxslərə belə bir mükafat verilir. Bizim dərsliklərimizdə də Qalileyin adı keçir, Newtonun adı keçir, Mendeleyevin cədvəli öyrənilir. Nə üçün? Ona görə ki, elmin milliyyəti yoxdur. Milliyyətindən və kimliyindən asılı olmayaraq, əgər insanlığa bir faydası dəyibsə, dəyərlidir. Ona görə də hansısa bir alimin adı tarixdə yazılır, ona dəyər verilir, anılır, həmin bu şəxs hörmətli şəxs olur. Bu məsələ məntiqli məsələdir, rasional bir məsələdir. Məntiqi və fitrəti sağlam olan insanlar bu məsələni qəbul edirlər. İnsani dəyərlərə xidmət etmiş şəxslər dəyərli insanlardılar. İnsanlığa xidmət etmiş şəxslər hörmətli insanlardılar. Hər dəfə onlar anılırlar. Kərbəla hadisəsində də biz bu məsələləri görürük. Kərbəla hadisəsi, Aşura məktəbi yalnız bir qövmə, bir tayfaya, bir millətə aid deyil. Bütün insanlar üçün orada dərs var. İmam Hüseyin əleyhissalam yalnız müsəlmanların deyil, yalnız ərəblərə aid deyil, bütün insanlara aiddir. Nə üçün? Ona görə ki, Kərbəla hadisəsində insani dəyərlərin biz şahidi oluruq. Əslində Kərbəla hadisəsi insani dəyərlərin yaşaması üçün baş verən bir hadisədir. Dəyərlər və anti-dəyərlərin üz-üzə gəldiyi bir hadisədir. İmam Hüseyin əleyhissalam bütün insanlarındır. Çünki Kərbəla hadisəsi özündə insani dəyərləri ehtifa edir. Bu hadisədə biz insani dəyərlərin ən uca müstəvisinin şahidi oluruq. 6 aylıq susuz bir körpə, susuzluqdan dodaqları çatlamış bir körpə, döyüş meydanına gəlməyib. Təbiidir ki, 6 aylıq bir körpə döyüş meydanına gələ bilməz, zəifdir. Və atası onu su almaq üçün meydana gətirib. Bəlkə qarşı tərəfin qəlbində bir mərhəmət hissi oyana. Belə bir səhnədə, belə bir körpəni 3 başlı ox ilə şəhid etmək, öldürmək amansızcasına bütün insanlar tərəfindən bu iş pis bir işdir. Bu iş bəyənilmir. Ümumiyyətlə,
körpə öldürmək, uşaq öldürmək, günahsız körpənin qanını axıtmaq bütün fitrəti sağlam olan, məntiqi sağlam olan insanlar tərəfindən pislənilən bir işdir. Fərqi yoxdur, həmin bu pis işi mənə yaxın bir insan edib və yaxud məndən uzaq bir insan edib. Pis iş öz-özlüyündə elə pisdir. Qadınlara, xanımlara, kimsəsiz qızlara hücum çəkmək bütün dünya insanları tərəfindən pislənilən bir işdir. Məzəmmət olunan bir işdir. Meydana getməyib, silahına əl atmayıb, yalnız su gətirmək üçün müəyyən bir məsafəni gedən şəxsə hücum çəkib, amansızcasına onu qətlə yetirmək bütün insanlar tərəfindən, bütün sağlam, məntiqli insanlar tərəfindən pislənilən bir işdir. Amma bundan başqa öz etdiyi pis əməllərdən, səmimi qəlbdən peşman olan bir şəxsi bağışlamaq, ona kin bəsləməmək bütün insanlar tərəfindən bəyənilən bir işdir. Düşmənin atına da su vermək bütün insanlar tərəfindən bəyənilən bir işdir. Təqdir olunan bir işdir. Sona qədər düşmənin düzgün yola gəlməsi üçün, hidayət tapması üçün çalışmaq bütün insanlar tərəfindən bəyənilən bir işdir, yaxşı bir işdir. Kərbəla hadisəsində belə dəyərlərdən biri qarşı tərəfə təşəkkür etmək hissidir. Qədir bilməklik hissidir. Kərbəla hadisəsində hansı səhnədə biz bunu görürük? Siz özünüz də tarix kitablarında oxumusunuz, rozələrdə də eşitmişsiniz ki, Kərbəla Aşura günü İmam Hüseyn əleyhissalam şəhid olan bütün səhabələrin başı üzərinə gəldi. İstisna etmədi. Hamının başı üstünə gəldi, onları qucaqladı, narahat oldu, göz yaşı tökdü, dərdlərinə yandı. Öz yaxın insanları ilə özündən uzaq insanları ayırmadı. Bu şəhid mənim oğlumdur, o biri şəhid isə mənim xidmətçimdir demədi. Hamıya təşəkkür elədi. Hamının başı üzərinə gəldi. Varlı və kasıb arasında fərq qoymadı. Pulunu, malını, dövlətini kənarda qoyub, ona qoşulan şəxs ilə kasıb bir şəxsi ayırmadı bir-birindən. Öz xidmətçisi Afrikadan olan Covunun belə başı üzərinə gəldi, onu qucaqladı, onun üçün ürəyi yandı. Necə ki, öz övladları və qardaşı övladlarının da başı üzərinə getmişdi. Heç kimi bir-birindən ayırmadı. Yaxşı, İmam Hüseyn əleyhissalamın bu rəftarı və bu davranışının bizə nə kimi tərbiyəvi mesajları var? İmam bu rəftarı ilə öz səhabələrinə təşəkkür elədi. Yəni, mən sənə təşəkkür edirəm, sən haqq yolunda, insani dəyərlər yolunda canından keçdin. Sən mənim üçün dəyərlisən, mən sənin qədrini bilirəm. Baxmayaraq ki, həmin bu şəxslər İmam Hüseyn əleyhissalama görə məqam sahibi oldular. Yəni, baxmayaraq ki, şəhid olan şəxslər İmam Hüseyn əleyhissalama tabe olduqları üçün cənnətə yiyələndilər. Amma yenə də İmam onlara təşəkkür elədi. Heç birinin arasında da fərq qoymadı. Biz də gərək çalışaq, övladlarımızın tərbiyəsində bu məsələyə diqqət edək. Ailədə bir-birimizə təşəkkür edək. Ata anaya təşəkkür eləsin. Ana ataya təşəkkür eləsin. Ana evdə zəhmət çəkir. Ana evdə müəyyən işləri görür, yemək pişirir, təmizlik işləri görür. Ata evdən kənarda zəhmət çəkir. Ana övladların önündə, övladların qarşısında səmimi qəlbdən ataya təşəkkür eləsin. Ata da övladlarının gözü önündə anaya təşəkkür eləsin. Heç biri qarşı tərəfə deməsin ki, mənim işim səndən çoxdur, mənim zəhmətim səndən çoxdur, mənim elədiklərim daha ağırdır. Hər bir şəxsin bu aləmdə öz rolu var. Xilqətinə uyğun olaraq həmin rolu ifa edir.
Hər bir şəxs zəhmət çəkir, təkamülə yetişir. Biz bizim üçün zəhmət çəkən şəxslərə təşəkkür etməliyik. Belə düşünməməliyik ki, atanın borcudur ruzi qazanmaq, atanın borcudur məni saxlamaq, həyat yoldaşımın borcudur lazım olan şeyləri evə gətirmək. Xeyr, baxın, İmam Hüseyin əleyhissalam düzdür ki, səhabələr İmam Hüseyin əleyhissalama xatir cənnətə yələndilər. Amma imam onlara təşəkkür elədi. Deyə bilərdi ki, mən təşəkkür eləmirəm, onsuz da sizə cənnət verəcəklər. Amma imam onların qədrini bildi. Biz ilk öncə ailədə ata, ana bir-birinə təşəkkür eləsin. Daha sonra bu minval ilə biz övladlarımıza öyrədirik ki, övladlarımız bizə təşəkkür edir. Biz övladlarımıza təşəkkür edirik. Övladlar bir-birinə təşəkkür edir. Və biz başqa insanlara təşəkkür edirik. Yaxşı, təşəkkür eləməyin nə faydası var? Başqa bir şəxsə mən təşəkkür edirəm, onun qədrini bilirəm, zəhmətin müqabilində ona çox sağ ol deyirəm. Nə təsiri var? Birinci təsiri mənim özümədir. Mən insani bir dəyəri yaşadıram. Təşəkkür etmək dəyəri. Qədir bilmək dəyərin. İmam Səccad əleyhissalam buyurur ki, qiyamət günü Allah Teala bir bəndəyə belə müraciət edər ki, sən mənim şükrümü yerinə yetirmədin, mənə təşəkkür etmədin, mənim bu bəndəmə təşəkkür etmədin. Həmin şəxs cavab verər ki, Pərverdigara, mən ömrüm boyu sənə təşəkkür elədim. Amma Allah cavabında deyər ki, xeyr. Çünki bu bəndəyə təşəkkür etmədin, elə bil ki, mənə təşəkkür etmədin. İkincisi, biz imama tabe oluruq. Biz məsum bir şəxsin həyat tərzinə uyğun davranırıq. Kərbəla hadisəsinə baxırıq, Kərbəla hadisəsində imam öz səhabələrinə təşəkkür elədi. Biz də istəyirik imama oxşayaq. Öz həyat yoldaşımıza təşəkkür edirik, övladlarımıza təşəkkür edirik. Təşəkkür eləməyin qarşı tərəfə nə faydası var? Qarşı tərəfə mən təşəkkür edirəmsə, onda hansı hisslər yaranır? Birincisi, həmin şəxsdə özünə güvən yaranır. İkincisi, o şəxs görür ki, ailədə, cəmiyyətdə dəyərli bir insandır. Ona qiymət verilir, onun qədri bilinir. Və bu minval ilə onda psixoloji sevinc yaranır. Psixoloji sevinc yaranırsa, öz vəzifələrinə və öz xilqətinə uyğun olan roluna düzgün riayət edir. Əgər biz evdə həyat yoldaşımıza təşəkkür ediriksə, onda bir sevinc yaranır, daha yaxşı həyat yoldaşı olmağa çalışır. Nə üçün? Ona görə ki, qədrini bilirlər. Ona görə ki, onun yaxşı işlərini görürlər. Biz öz həyat yoldaşımıza təşəkkür edək, övladlarımıza göstərək ki, bax, mən özüm bu işi edirəm. Ata anaya təşəkkür elədi. Ana atanın qədrini bildi. Beləliklə, oğul, qız, övlad ata-anaya baxır, ata-anadan ibrət götürür. Ata-anaya təşəkkür eləyir. Ata-ana övladına təşəkkür eləsin, düşünməsin ki, bu uşaq, bu qız, bu oğlan məndən yaşda kiçikdir, filan işi eləməlidir, mən niyə ona təşəkkür eləməliyəm? Əsla belə deyil. Biz hər bir yaxşı işin müqabilində təşəkkür eləməliyik. Qurani Kərim də bu məsələyə toxunur. Həl cəzaül ehsan illal ehsan. Allah Teala buyurur ki, yaxşılığın cavabı yaxşılıq deyilmi? Əgər övladımız bir iş görüb, yaxşı bir iş görüb, ailəyə faydası olub, biz övladımıza təşəkkür edək. Deməli, biz övladlarımıza necə öyrədə bilərik təşəkkür hissini, başqalarının qədir bilmək hissini? Birinci, özümüz riayət eləyək evdə, ailədə, öz həyat yoldaşımız ilə, öz valideynlərimiz ilə, qonşular ilə, ətrafdakılar ilə, daha sonra övladlarımıza təşəkkür eləyək yaxşı işlərinin müqabilində. Beləcə, övladlarımız da bizə təşəkkür edəcək. Bəzi valideynlər şikayətlənirlər. Bizim yaşımız çoxdur, qocalmışıq, övladlarımız bizim qədrimizi bilmir. Övladlarımız bizə məhəbbət eləmir. Övladlarımız bizim zəhmətimizin müqabilində bizə təşəkkür eləmir. Əziz dostlar, biz birinci növbədə, ilk növbədə gərək özümüz yaxşı əməli edək və qarşı tərəfə də öyrədək. Əgər biz uşaq yaşlarından, yeniyetmə yaşlarından
övladlarımıza təşəkkür etməyi, qədir bilməkliyi öyrədə bilsək, ahıl yaşlarında, qoca yaşlarında da onlar bizə təşəkkür edəcək. Qədir bilməkliyin, təşəkkürün ailədə başqa bir faydası bundan ibarətdir ki, ata-ana dünyasını dəyişdikdən sonra həmin ailədə problem yaşanmayacaq. Nə üçün? Çünki vaxtında valideynlər övladlara bir-birinin qədrini bilməyi öyrədiblər. Bir-birinə təşəkkür etməyi öyrədiblər. Valideynlər dünyadan köçdükdən sonra övladlar bir-birinin haqqına girməyəcək. Bacı qardaşın qədrini biləcək. Qardaş bacının qədrini biləcək. Biz kiçik yaşlı uşaqlarımıza, kiçik yaşlı övladlarımıza müxtəlif metodlardan istifadə etməklə təşəkkür etməyi və qədir bilməyi öyrədə bilərik. Bayaq da dediyim kimi, ilk öncə özümüz edək bu işləri, onların gözü qarşısında müşahidə etsinlər, müşahidə olunan iş daha yaxşı yadda qalır. Daha sonra biz müəyyən nağıllar danışmaqla, Əhl-i Beytin həyatında olan nağılları danışmaqla övladlarımızda bu hissi yarada bilərik. Onlara vaxt ayıran zaman, onlarla oyun oynayan zaman təşəkkür etmə və qədir bilmə hissini onlarda yarada bilərik. Bəs yeniyetmə və cavan. Yeniyetmə övladım ilə mən necə rəftar edim ki, onda təşəkkür etmə hissi və qədir bilmə hissini oyada bilim. Birinci növbədə özüm əməl edim öz dediyimə. Valideynlər bir-birinin qədrini bilsinlər. Daha sonra mən cavanın, yeniyetmənin zəhmətinin müqabilində ona təşəkkür edim. Düşünməyim ki, borcudur, eləməlidir. Əgər bu gün mənim övladım zəhmət çəkibsə, dərs oxuyubsa, amma ali məktəbə daxil ola bilməyib müəyyən səbəblərdən, mən çəkdiyi zəhmətə görə ona təşəkkür edim. Onu təhqir etməyim, hörmətsizlik etməyim. Yaxşı iş görübsə, başqalarının yanında ona təşəkkür edim, amma həddində. Bu üsullardan və bu metodlardan biz istifadə etsək, öz övladlarımıza təşəkkür etməyi və qədir bilməyi öyrədə bilərik. İnsanların hamısı eyni deyil. 5 barmağın 5-i də bir deyil. Biz bu məsələdə övladlarımızın fərqliliyini nəzərə almalıyıq. Zəhmət çəkir, qarşılığını görməlidir. Əgər mənim övladım bugün gözəl bir məsələdə, gözəl bir məsləhət veribsə, ağlabatan bir məsləhət veribsə, məntiqli bir söz danışıbsa, mən təşəkkür edim ona. Quran-ı Kərimdə də bu ayələr, bu mövzuya uyğun ayələr var. Şüeyb Peyğəmbərin məsələsində Şüeyb Peyğəmbər və Musa Peyğəmbər rastlaşan zaman Şüeyb Peyğəmbərin qızlarından biri atasına məsləhət verir ki, atacan, bu şəxs çox qüdrətli bir şəxsdir, sən bu şəxsi işə götür, bizim üçün çalışsın, həm də əmin bir şəxsdir. Baxın, ata qızının məsləhətini qəbul edir. Demir, mən səndən yaşlıyam, böyüyəm və yaxud mən Peyğəmbərəm. Və yaxud İbrahim əleyhissalam öz övladı İsmail əleyhissalama deyir ki, oğulcan, mən yuxuda görmüşəm ki, səni qurban kəsirəm. Nə məsləhət bilirsən, nə deyirsən bu işə? Biz övladlarımızla məsləhətləşək, onlar əgər yaxşı iş görsələr, mütləq onlara təşəkkür edək. Əziz dostlar, insan ictimai bir varlıqdır. İnsan başqa insanlarla bir yerdə yaşamalıdır. Tək fərdi yaşaya bilmir. Başqa insanlarla da bir yerdə yaşayan zaman mütləq bəzi normativlərə, əxlaqi normalara insan riayət eləməlidir. Həmin əxlaqi normalardan biri ətrafdakılara təşəkkür eləmək, onların qədrini bilməkdir. Əgər biz başqalarına təşəkkür etsək, onların qədrini bilsək, onlar yaxşılıqlarını davamlı olaraq edəcəklər və dünyada, bütün aləmdə yaxşılıq yayılacaq, yaxşı işlər yayılacaq və biz bu işdə də payımız olacaq. Mən bizə canlı qoşulan və vaxt ayırıb bizi dinləyən bütün əzizlərə səmimi qəlbdən təşəkkür edirəm. Gecəniz xeyrə qalsın.